Zirvə İdarəçilik Marafonunun təlimləri bütün enerjisi ilə davam edir. Bu dəfə marafon iştirakçıları çox önəmli və düşündürücü bir mövzu ilə tanış oldular. Sosiologiya Akademiyasının rəhbəri Mail Yaqubun təqdimatında keçirilən liderlik, etika və emosional zəka təlimində rəhbərlik keyfiyyətlərinin təkcə idarəçilik bacarığı ilə deyil, həm də yüksək etik dəyərlər və emosional zəka ilə necə tamamlandığı müzakirə olundu. Bugün Asan İnnovativ İnkişaf Mərkəzində zirvə layihəsi çərçivəsində çox səmərəli, gözəl bir təlimimiz oldu. Çox məmnun qaldım. Auditoriyanın hazırlıqlı olması, auditoriyanın həvəslə prosesə qoşulması, aktiv iştirakçısı deməli amili məni çox sevindirdi. Mən onsuz da Azərbaycan auditoriyasını elə belə təsəvvür edirdim, belə təsəvvür edirəm. Çox dəyərlidir Azərbaycan auditoriyası. Təlim iştirakçılarına həm nəzəri biliklər, həm də real həyatdan nümunələrlə liderliyin incəlikləri çatdırıldı. Mail Yaqub liderlərin qərar vermədə empatiyanın rolu, komanda ilə sağlam münasibətlərin qurulması və etik liderlik modelinin əhəmiyyətindən ətraflı danışdı. Sosial-emosional intellektin yüksəkliyini Mail bəy özü öz rəftarı ilə və xarakteri xüsusiyyətlərlə göstərdi və biz həm praktik, həm də nəzəri biliklərə yiyələndik. Buna görə çoxlu təşəkkür edirəm. Mail Yaqubu dinləmək həm öyrədici idi bugün, həm də bizim düşünürəm ki, ruhumuzu qidalandırdı. Bu mövzu bizi kimi gəncləri lider olmağa bir adım daha da yaxınlaşdırdı. Mən belə adamam, məndən uzaq gəz. Uzaq gəz xeyrimdən, şərimdən mənim. Daha bu qələmim çiçək bitirməz, qızlar çələn görməz şeirimdən.